Salam, sabahınız xeyirli olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizi. Bugün biz 263 nömrəli tam orta məktəbdəyik. Artıq aylardır anonsu edilən, istər Elm və Təhsil Nazirliyinin, istərsə də Təhsil TV-nin müxtəlif sosial şəbəkə hesablarından da bildiyiniz kimi məktəblərarası milli hakaton yarışması təşkil olunur və bugün həmin o yarışmanın olimpiada mərhələsi, yəni seçim mərhələsi keçirilir və gördüyünüz kimi bizim şagirdlərimiz qeydiyyata yaxınlaşırlar, bir-bir içəri daxil olub qeydiyyata yaxınlaşırlar və daha sonra isə olimpiyadanın seçim mərhələsi başlayacaq. Qeyd edək ki, seçim mərhələsinə bugündən etibarən, yəni 22 aprel tarixindən etibarən start verilib və bu proses 25 aprel tarixinə qədər davam edəcək. Və məlumat üçün bildirim ki, Olimpiyada Elm və Təhsil Nazirliyinin Alqoritmika Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşır. Biz də öz növbəmizdə bütün məktəblərimizə, şagirdlərimizə uğurlar arzu edirik. Necəsiz? Yaxşı. Adınızı, soyadınızı bilmək olar? Hüseynova Arzu bəyəm. Hansı məktəb? 121 nömrəli məktəb. Həyəcanlısan Arzu. Belə. O zaman sənin həyəcanını biraz azaltmaq üçün sənə bir sual verim ki, bu ümumiyyətlə olimpiada ilə harda tanış oldun, necə tanış oldun? Dərs vaxtı müəllim dedi ki, belə bir şey var. Mən deyim ki, mən də qatılmaq istəyirəm. Müəllim dedi ki, onda get işlə. İşlədim, keçdim. Qalib olacağına inanırsan? Bəli. Adınızı bilmək olar? Selcan, Yusuf Sədə Selcan. Hansı məktəb? 121 nömrəli tam orta məktəbin şagirdiyəm. Selcan, həyəcanlısan. Hə, biraz var. Necə tanış oldun bu olimpiada ilə? Müəllimlərim ilk öncə tanış elədi məni. Birinci mərhələyə giriş elədim və 85% yığdım. İndi ikinci mərhələ. Bəli, mən Qalib olacağına inanırsan. inanıram, çox inanıram. Əminliyini kameramıza bir dənə göstər ki, mən qalib olacağam. Mən qalib olacağam. Uğurlar sənə. Çox sağ ol. Bəli, az öncə də qeyd etdiyimiz kimi, deməli, mərkəzləşdirilmiş qaydada imtahanlar təşkil olunur. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərimizdə və hal-hazırda qeydiyyat prosesi gedir. Dostlar, salam. Sizi tanıyaq, hansı məktəb adını soyadınız? 121 nömrəli tam orta məktəb, Nəsr İlsimar 9C. Bəs sən adın? Əskərov Məhəmməd, 206 nömrəli məktəb 9-cu sinif. Həyəcanlısın. Bəli. Biraz. Necə tanış olmuşdunuz bu olimpiada ilə? Mən rəqəmsal bacarıqlarda girdim, baxdım sertifikat veriblər mənə, hakaton. Platformada görmüşdüm ilk olaraq. Daha sonra rəqəmsal müəllimimiz bu haqda bizə məlumat verdi və mən də yarışa qoşuldum. İlkin mərhələ sizin üçün necə keçdi? İlkin mərhələ belə normal. Çox sadə idi. Yaxşı. Qalib olacağınıza inanırsınız növbəti mərhələdə? İnanıram. Şansdır bu əslində, şans işinə baxır. Biraz da bacarıq var, amma şansa çox güvənmirəm. O zaman sizə uğurlar. Sağ olun. Sağ olun. Belə, dəyərli izləyicilərimiz, az sonra isə imtahan prosesinə start veriləcək. Bütün şagirdlərimizə uğurlar.